Əziz və dəyərli müəllimlər, 9-cu sinif üzrə yeni kitab üzrə hazırladığım frazoloji, fellərlə bağlı olan testlərin gəlin izahına keçək. Qeyd edim ki, bu testlər həm MIQ, həm də sertifikasiya üçün keçərlidir. Birinci sualımıza baxaq. She felt as strong when she joined the local music club. Deməkdir ki, o yerli musiqi klubuna qoşulanda güclü mənsubluq hiss etdi. Hissi keçirdi. Sense of belonging, mənsubluq hissi. Yəni, həmin kluba aid olduğunu hiss elədi. Figure out, anlamaqdır, çözməkdir. Set an example, nümunə olmaq. Fall into a coma, şok vəziyyətinə düşmək. Take charge isə məsuliyyəti götürmək. Burada uyğun gələn cavab sense of belonging C variantıdır. İkinci testimizə baxırıq. After hearing the bad news, pis xəbəri eşitdikdən sonra she and couldn't say a word. Pis xəbəri eşitdikdən sonra o went into shock, şok vəziyyətinə düşdü. A variantı təəccübləndi, şok oldu. A variantı düzgün cavabdır. Və bir söz belə deyə bilmədi. Got used to, alışmaq, vərdiş etmək. Took part in, iştirak etmək. Set an example, nümunə olmaq. Went down, əymək, əyilmək deməkdir. Uyğun cavab A variantıdır. Pis xəbəri eşidəndə şok olur. 3-ə baxaraq, we need to this problem before the deadline, son müddətə qədər, qoyulan son müddət tarixinə qədər, son tarixə qədər bu problemi biz həll etməliyik. Cope with, öhdəsindən gəlməliyik, həll etməliyik. Filled with, doldurmaq, calm down, sakitləşmək, get used to, vərdiş etmək, come out, işıq üzü görmək, gördüyümüz kimi heç bir uyğun deyil. Cope with this problem, cope with, deal with, öhdəsindən gəlmək, yəni həll etmək. A düzdür. 4-cü testimizə baxırıq. He tried to the cause of the issue, but it was too hard. Deməkdir ki, o məsələnin, yəni problemin səbəbini anlamağa, çözməyə, figure out, çözməyə çalışdı, amma bu çox çətin idi. Step back, geri addım atmaq deməkdir. Go hand in hand, yanaşı olmaq, birlikdə olmaq. Take something-in nəyisə qəbul etmək, absorb. Take part in, iştirak etmək. Burada gördüyümüz kimi C variantı düzgün cavabdır. Məsələnin səbəbini anlamaq, çözmək. 5-ci testimizə baxırıq. She the new environment quickly and made friends. Deməkdir ki, o yeni mühitə tez alışdı, got used, alışmaq və çoxlu dostlar edindi. Acted on, nəyəsə görə davranmaq, hər hansı bir deməli, münasibətə uyğun olaraq davranmaq, reaksiyaya uyğun davranmaq, hər hansı bir məlumata uyğun davranmaq deməkdir. Dealt with, öhdəsindən gəlmək, koma vəziyyətinə düşmək, fell into a coma, bent down, əymək, əyilmək. Gördüyümüz kimi burada B variantı düzgün cavabdır. Yəni, yeni mühitə tez öyrəşdi. B, düzgün cavabdır. 6-cı testə baxırıq. Parents should for their children by being kind and honest. Valideynlər deməli, mehriban və düzgün, dürüst olmaqla övladlarına nümunə olmalıdırlar. Bəli, set an example. D variantımız düzgün cavabdır. Cope with, öhdəsindən gəlmək, calm down, sakitləşmək, take something and nəyisə qəbul etmək, go into shock isə təəccüblənmək, set an example isə nümunə olmalıdır. Yəni, valideynlər nümunə olmalıdır. 7-ci testimizə baxırıq. Let's break the material down so it is easier to understand. Gəlindir, materialı kiçik hissələrə bölək. Baxın, in small chunks. Kiçik hissələrə bölək. Beləliklə də onu anlamaq daha asan olur. Dive into, nəyisə qəfildən, anidən etməyə başlamaq. In case ehtimalına qarşılıq. Act on, nəyisə uyğun davranmaq. Stress something, bütün gücünü, qüvvətini, bütün gücündən istifadə etmək deməkdir. Deməli, C variantı düzgün cavabdır. Materialı kiçik hissələrə bölmək. 8-ci testə baxırıq. Love and respect usually in a healthy relationship. Sağlam münasibətdə sevgi və hörmət yanaşı gəlir. Go hand in hand. C variantımız düzgün cavabdır. Artıq digər phrasalların tərcümələrini digər testlərdə dediyim üçün artıq burada qeyd etmirəm. 9-cu testə baxırıq. Take your umbrella, it rains. Deyir ki, yağış yağması ehtimalına qarşılıq çətirini götür. Yəni, C variantı burada düzgün cavabdır. Burada take charge məsuliyyəti üzərinə götürməkdir. Bend down, artıq bildiyi əymək, əyilmək, act on, nəyəsə görə davranmaq. Stick to-nu qeyd edək. Burada yeni olan stick to-dur. Stick to, nəyisə etməyə davam etmək. Yəni, bir şeydən yapışıb qalmaq, həmin şeyi etməyə davam etmək. Deməli, burada isə düzgün cavab C variantıdır. Yağış yağması ehtimalına qarşılıq çətiri götürək. 10-cu testə baxırıq. The teacher asked me to and lead the group activity. Baxın, burada müəllim mənə nəyə deyə bilər?
ki, sonra deyir ki, qrup aktivliyini yönəlt. Mənə deyə bilər ki, məsuliyyəti götür. A variantı düzgün cavabdır. The teacher asked me to take charge, məsuliyyəti üzərimə götürməyi və qrup aktivliyini idarə etməyi, rəhbərlik etməyi mənə tapşırdı, belə deyək, məndən istədi. Mənə söylədi. A variantı düzgün cavabdır. Burada yeni olan be involved in nəyəsə cəlb olunmaq deməkdir. Yəni bir növ iştirak etmək. A düzgün cavabdır. 11-ci testə baxırıq. We both of us enjoys books and nature. Deyir ki, bizim hər birimiz kitablardan və təbiətdən zövq alırıq. Deməli, bizim hər ikimizin ortaq cəhətləri var. B variantı düzgün cavabdır. 12-ci testə baxırıq. It was hard to all the instructions at once. Deyir ki, dərhal birdən-birə bütün təlimatları anlamaq, qəbul etmək B variantı. Nəysə mənimsəmək, deməli take and absorb. Yəni mənimsəmək, bilmək, qəbul etməkdir, çətin idi. B variantımız düzgün cavabdır. Burada fərqli olan come out da işıq üzü görməkdir. Dive into isə nəyəsə qəfildən etməyə, anidən etməyə başlamaq. Nəyəsə baş vurmaq da yəni. Nəyəsə etməyə baş vurmaq. 13-ə baxaraq he suddenly and had to be taken to the hospital. O koma vəziyyətinə düşdü. Xəstəxanaya aparılırsa, deməli o qəfil koma vəziyyətinə düşdü və xəstəxanaya aparıldı. 14-cü testə baxırıq. Just breathe slowly and try to calm down. Sadəcə yavaşdan deyil, yavaş-yavaş nəfəs al sadəcə və sakitləşməyə çalış. B variantı düzgün cavabdır. Calm down, sakitləşmək. 15-ci testə baxırıq. If you want to succeed, əgər uğur qazanmaq istəyirsənsə, you need to stretch your abilities. Bax, stretch something, yəni stretch your abilities. Yəni sən bütün bacarıqlarından istifadə etməlisən. Yəni bütün bacarıqlarına maksimum dərəcədə istifadə etməlisən. C variantımız düzgün cavabdır. Burada fərqli step back var. Step back isə geri addım atmaq deməkdir. 16-cı testə baxırıq. Despite the criticism, tənqidə baxmayaraq, she decided to stick to-dur burada. D variantıdır, düzgün cavab. Stick to her original plan. Yəni tənqidə baxmayaraq, o ilk planına sadiq olmağa qərara gəldi. Stick to nəysə etməyə davam etmək, yəni ona sadiq qalmaq deməkdir. D düzdür. 17-ci testə baxırıq. Everyone wanted to the school festival. Nə ola bilər burada? Hər kəs məktəb festivalında, məktəb şənliyində iştirak etmək istəyirdi. Take part in. C variantımız düzgün cavabdır. 18-ci testimizə baxırıq. During the earthquake drill, the children quickly. Demək deyir ki, zəlzələ təkanları ərzində uşaqlar cəld şəkildə nə etdi? Sakitləşdi ola bilməz. Yəni zəlzələ baş verib, necə sakitləşəsən? Benton əyildi, bəli. Zəlzələnin işdən kimi uşaqların hər biri əyildi. Took part iştirak etdi. Set an example nümunə oldu. Fell into a coma vəziyyətinə düşdü. Məntiqli deyil. Yəni hər zəlzələ baş verəndə uşaqlar hər kəs koma vəziyyətinə düşsə, onda sağlam bir insan qalmaz. Məntiqli deyil, yəni. Benton əyildi. 19-cu testə baxırıq. His new book will come out next week. Deyir, onun yeni kitabı gələn həftə işıq üzü görəcək. C variantı düzgün cavabdır. Təbii ki, kitab şok ola bilməz. Kitab koma vəziyyətinə düşə bilməz. Kitab öhdəsindən gələ bilməz. Həm Coffee'dən sonra mütləq tamamlıq gəlməlidir. Step back kitab geri addım ata bilməz. Kitab nə edə bilər? İşıq üzü görə bilər. C variantımız düzgün cavabdır. 20-ci testimizə baxırıq. We must this issue before it gets worse. Deyir ki, biz bu məsələni daha da pisləşməmiş, biz bu məsələni deal with, həll etməliyik. Stretch amcı bütün gücünü, güvəni istifadə etməkdir. Stick to, sadiq qalmalıyıq, məntiqli deyil. Cəlb olmaq məntiqli deyil. Birlikdə olmaq məntiqli deyil. Təbii ki, bu problemi nə etməliyik? Deal with, həll etməliyik. Deməli, düzgün cavabımız D variantıdır. Burada sonda cavablar qeyd olunub. Əvvəlcə PDF-i paylaşmışam. Həm WhatsApp deməli qruplarında, həm də Telegramda paylaşmışam. Sonda cavabları var və cavablardan özünüzü edib cavablara baxaraq yoxlaya bilərsiniz. Və 9-cu sinifin yeni phrasal verblərinin siyahısını mən burada bir daha yerləşdirdim PDF-in sonunda. Amma qeyd edim ki, 9-cu sinifin yeni sözləri hansı ki unit, bölmə mən Telegram kanalında paylaşmışam. Eləcə də bizim WhatsApp qruplarında paylaşmışam. Onların sonunda da həm idiomlar, həm də frazoloji
fellər var. Sadəcə olaraq ola bilər ki, kimsədə əldə etməsin, kimdəsə olmasın. Hər ehtimala qarşı bu PDF-in də sonunda paylaşmışam. Amma istəyən həmin 9-cu sinifin PDF-ini əldə edə bilər Telegram kanalından. Onun sonunda daha aydın şəkildə verilibdir. Daha rahat yəni görə bilərsiniz, amma burada da aydın görünür. Yəni istəsəniz buradan da baxa bilərsiniz. Əgər öyrənməmisinizsə hələ də bu frezerləri, yaxşı olardı ki, əvvəlcə buradan baxıb öyrənəsiniz, mənalarına diqqət edəsiniz və yaxud da öyrənmisinizsə, burada təkrar edəsiniz və sonra testləri edəsiniz. İnşallah ki, izahlarından da hər şey sizin üçün aydın oldu. Uğurlar hər birinizə növbəti video izahlarda görüşmək ümidi ilə. Ona kimi kanala abunə olub, bəyənməyi, eyni zamanda fikirlərinizi bildirməyi unutmayın. Bilin ki, sizin fikirləriniz mənim üçün həqiqətən də dəyərlidir. Uğurlar əziz müəllimlər.